İsti havalarda uşaqların psixikası pozulur. Çox maraqlı və yeni araşdırmamız var. Birlikdə izləyək ki, hamımız hali olaq. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. İndi isə digər xəbərlərin anonsları ilə tanış olaq. Üzdə görünən bu əlamət yüksək xolesterindən xəbər verir. Xəbərdarlıq. Xərçəng halları 2050-ci ilədək kəskin artacaq. Ümumdünya Səhiyyə Təşkilatı. Anormal istilər uşaqların psixi sağlamlığına zərər vurur. Xəstəxanalara müraciət artır. Lazımsız kimyoterapiyanın qarşısını alan mühüm analiz. Cərrah-onkoloqdan açıqlama. Fillerlər və dolğular illər sonra təhlükə yarada bilər. Kosmetoloq xəbərdarlıq edir. Biopsiyadan sonra xərçəng xəstələrinin nəyə görə immunohistokimyəvi analiz tələb olunur? Bu barədə cərrah-onkoloq tibb üzrə fəlsəfə doktoru Ceyhun İsayev danışıb. Doktor izah edir. Nəyə görə məhz bu analizin vacibliyi əməliyyatdan öncə bütün həkimlər tərəfindən icra edilməlidir? İzləyək. Lazımsız kimyoterapiyanın qarşısını alan mühüm analiz. Südvəzi xərçənginin müalicəsində immunohistokimyəvi analiz mühüm rol oynayır. Xəstələr isə bəzən buna etiraz edir. Cərrah-onkoloq tibb üzrə fəlsəfə doktoru uzman doktor Ceyhun İsayev bildirib ki, biopsiya sonrası bu analizin verilməsi xəstənin sonrakı müalicə planının müəyyənləşdirilməsinə kömək edir. Bəzən biopsiya istədiyimiz zaman patoloji əkilmələrin ikinci hissəsi dediyimiz el arasında cəmaət daha çox belə doğru dildə onu boyama olaraq adlandırır. Biz isə tibbdə immunohistokimyəvi analiz deyirik. Bu immunohistokimyəvi analizlərlə bağlı danışım. Öncə problem hardan başlayır? Hər dəfə onu izah edirik. Pasient gəlir, biz baxırıq ki, şübhəlidir. Deyir ki, sizə biopsiya lazımdır. Pasient gedir, biopsiya olunur. Biopsiya da təbii ilkin olaraq patoloqlar bizə birinci nəticə olaraq bunu verməlidir. Bu bəd xassəlidirmi, bu xoş xassəlidirmi? Bizim birinci patoloqlarımızdan gözlədiyimiz iş budur. Bu gəlir bəd xassəli. Bəd xassəli gələndə biz deyirik ki, yəni bu işlə məşğul olan peşəkar həkimlər deyir ki, bizim qərar verməyimiz üçün bunun bəd xassəli olmağını bilməyimiz yetərli deyil. Pasient yenə də təəccüblənir. Ay doktor, mən yenə də analizlərdən keçməliyəm. Bəs getdim, keçdim də. Onda başa salırıq ki, bizə mütləq burada lazım olan məsələlərdən biri boyamadır. Yəni immunohistokimyəvi analiz. O qədər vacib bir məsələdir ki, günümüzdə. Onu bilmədən heç bir cərrah, heç bir mammoloq, heç bir bu işlə məşğul olan bir adam immunohistokimyəvi analizin cavabını bilmədən heç bir müalicəyə başlamamalıdır, heç bir əməliyyat etməməlidir. Bu yanaşma hər bir xəstə üçün fərdi müalicə planının hazırlanmasına, lazımsız kimyoterapiyanın qarşısının alınmasına və müalicənin effektivliyinin artırılmasına imkan yaradır deyə cərrah-onkoloq tibb üzrə fəlsəfə doktoru, uzman Ceyhun İsayev vurğulayıb. Xərçəng demişkən, Ümumdünya Səhiyyə Təşkilatı isə belə bir proqnoz verib ki, 2040-cı ildən sonra xərçəng xəstələrinin sayı kifayət qədər artacaq. Nə qədər artacaq bilmək üçün xəbərə baxmalısınız. Xərçəng halları 2050-ci ilədək kəskin artacaq. Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, 2050-ci ilə qədər dünyada xərçəngə yeni yoluxma halları təxminən 67% artaraq ildə 35 milyona çata bilər. Mütəxəssislər bunu əhalinin yaşlanması, sayının artması, eləcə də çirklənmə, piylənmə, siqaret, alkoqol istifadəsi və digər risk amilləri ilə əlaqələndirirlər. Ümumdünya Səhiyyə Təşkilatının bu hesabatında qeyd olunur ki, xərçəngin qarşısının alınması, erkən diaqnostika və müalicəyə çıxış sahəsində ölkələr arasında ciddi bərabərsizlik qalmaqdadır. Aşağı və orta gəlirli ölkələrdə bir çox xəstə vaxtında diaqnoz və müalicə ala bilmir. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, xərçəng hallarının təxminən 40%-i profilaktik tədbirlərlə qarşısı alına bilər. Ümumdünya Səhiyyə Təşkilatı rəsmiləri hökumətləri profilaktika proqramlarına, skrininqlərə və müalicə xidmətlərinə daha çox investisiya yaratmağa çağırır. Üzünüzə vurdurduğunuz fillerların heç olmasa markasını yadınızda saxlayın, kütləsini xatırlayın. Çünki yer dəyişimi olanda, üzünüzdə qəribə disfunksiyalar yarananda və həkimə gedib artıq korlanmış sifətinizdə nələrisə düzəltmək istəyəndə və həkim soruşanda ki,
nə üzünüzə vurulub, bəzən heç bilmirsiniz neçə qram və məhz hansı markanın hansı məhsulundan istifadə edilib. Bu isə həmin bu deformasiyaları müalicə etməyə kifayət qədər çətinlik törədir. Leyla Burzunu dinləyək. Fillerlər və dolğular illər sonra təhlükə yarada bilər. Üz nahiyəsində tətbiq olunan filler və digər dolğu maddələri estetik görünüşü yaxşılaşdırsa da, sağlamlıq üçün təhlükə yaradır. Bu barədə dermatoloq, kosmetoloq Leyla Burzu STB xəbərə danışıb. Düzündür, sən fillerə qarşı olduğumu pasientlərin bilir açığı. Ona görə də tək-tük hallarda və ya çox yaxın adamlarda, o da tək-tük hallarda və hansı bölgə olduğundan asılı olaraq mən ümumiyyətlə filler tərəfdarı deyiləm. Təbii ki, amma yenə indi digər həkimlərə qarşı çıxmaq da istəmərəm. Hər kəsin öz baxışı var, hörmətim də var, amma mən şəxsən öz düşüncəmi soruşduğunuza görə mən bir həkim kimi düşünürəm ki, o filler ən super marka olsun belə heç yana getmir, o dəridə qalır. Harasa təbii ki, yəni axıcı bir təsiri var. Ona görə yəni fillerə bir mənalı yox deyirəm. Doktor Leyla Burzu qeyd edib ki, filler və digər dolğu prosedurları zamanı pasiyent istifadə olunan preparatın markasını, növünü və vurulan həcmini mütləq öyrənməli və bu məlumatı saxlamalıdır. Onun sözlərinə görə sonradan hər hansı arzu olunmaz reaksiya və ya ağırlaşma baş verdikdə bu məlumat həkimə istifadə edilmiş preparatı dəqiq müəyyənləşdirməyə, vəziyyəti düzgün qiymətləndirməyə və ən uyğun müalicə taktikasını seçməyə imkan verir. Havaların isti keçməyi uşaqların və gənc yaşında olan bir çox insanın psixiatra müraciət etməsinə səbəb olub. Nə əlaqə deyirsinizsə, onda bu beynəlxalq miqyaslı araşdırmanı diqqətlə dinləyin. Anormal istilər uşaqların psixi sağlamlığına zərbə vurur. Sidney Universitetinin alimlərinin apardıqları və Nature Climate Change jurnalında dərc olunan araşdırma göstərib ki, ekstremal isti havalarda uşaq və yeniyetmələrin psixiatriya xəstəxanalarına müraciətləri artır. Tədqiqat Avstraliyanın Yeni Cənubi Uels ştatında 18 yaşadakı şəxslərin hospitalizasiya məlumatlarının təhlili əsasında aparılıb. Alimlər bildirirlər ki, yüksək temperatur, narahatlıq, depressiya, davranış pozuntuları və digər psixi problemlərin riskini artırır. Bunun səbəbi istinin yuxunu pozması, stres reaksiyasını gücləndirilməsi, beyin fəaliyyətinə və orqanizmin temperatur tənzimlənməsinə mənfi təsir göstərməsidir. Tədqiqat müəllifləri iqlim dəyişikliyi fonunda məktəblərdə sərin məkanların yaradılmasını və isti hava xəbərdarlıqlarına psixi sağlamlıq risklərinin də daxil edilməsini tövsiyə edirlər. Üzünüzdə və bədəninizin digər hissələrində qəhvəyi hər hansı bir ləkələr yaranırsa, çox güman ki, xolesterinin çoxalmağındandır. Baxaq, səbəbini bilək və vaxtında müalicə edək. Üzdə görünən bu əlamət yüksək xolesterindən xəbər verir. Mütəxəssislər xəbərdarlıq edir ki, yüksək xolesterin bəzən üzdə yaranan dəyişikliklərlə özünü göstərə bilər. Bu barədə HuffPost nəşri yazıb. Kimyaçı və gözəllik mütəxəssisi Bruce Green'in sözlərinə görə, göz qapaqları ətrafında əmələ gələn solğun sarı rəngli yığıntılar, yəni ksantelazmalar, qanda xolesterin səviyyəsinin yüksək olmasına və ürək-damar xəstəlikləri riskinin artmasına işarə eləyir. Lakin bu törəmələr özlüyündə təhlükəli hesab olunmur. Ekspert vurğulayır ki, göz ətrafında və yanaqlarda yaranan bütün ağ və ya sarımtıl səpkilər yüksək xolesterinlə əlaqəli olmur. Bəzi hallarda bunlar keratinin dəri altına toplanması nəticəsində yaranan milyumlardır. Onlar sağlamlıq üçün təhlükə yaratmasa da kosmetik narahatlıq doğura bilər. Mütəxəssislər dəqiq səbəbi müəyyən etmək üçün özbaşına nəticə çıxarmamağı, həkimə müraciət edərək qan analizləri ilə xolesterin səviyyəsini yoxlatdırmağı tövsiyə edirlər. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən öyrənin. Unutmayın, bilməyi hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.